Səbinə xanım, sabahınız xeyir, xoş gördük. Sağ olun. Necəsiz? Yaxşı olun, çox sağ olun. Necəsiz? Yaxşı olun. Avropa Azərbaycanlılarının diaspor fəaliyyətində çox mühüm hadisələrdən biri olan forum başlayacaq. Mühəndislərin ikinci forumu başlayacaq və foruma siz moderatorluq edəcəksiniz. Ümumiyyətlə, fikriniz nədir belə tədbirlərlə bağlı və Avropa Azərbaycanlılarının fəaliyyəti ilə bağlı? Buyurun. Fikirləşirəm ki, bu bizi bir yerə yığacaq bir forum, ümumiyyətlə müxtəlif forumlar keçirir. Çünki sabahları biz Türkiyə yola düşürük. Çünki orada da incəsənət xadimlərinin forumu başlayır. Və fikirləşirəm ki, bizim Azərbaycanlılar üçün, bizim birliyimiz üçün, bizim gələcək inkişafımız və şəbəkələşmək üçün bəli, çox gözəl bir fikirlərdir, çox gözəl bir işdir ki, biz bu forumları keçiririk. Və əvvəlki illərə baxanda bu günləri biz bir-birimizi daha çox tanıyır, daha çox bir-birimizlə əlaqələr yarada bilirik. Bu forumlar, diaspora bu bizi birləşdirən bir işlərdir ki, biz bununla biz bir-birimizə daha çox kömək edib, daha çox yardım edib, daha çox işlər görə bilirik. Azərbaycanımız üçün öz işlərimizdə nailiyyətləri getdikcə artır buna görə. Moderator kimi həyəcanınız var? Həyəcanı, həmişə biraz həyəcan olmalıdır. Çünki həyəcansız o iş heç vaxt gözəl alına bilməz. Səhnəyə də çıxanda mən bir musiqiçi kimi həmişə soruşarlar məndən, həyəcan var. Həyəcan heç olmasa deməli o məsuliyyət yoxdur. Məsuliyyət həyəcan deməkdir. Ona görə az da olsa əlbəttə var. Uğurlar. Çox sağ olun. Təşəkkür edirəm.